Salam, əziz kanal izləyiciləri. Mən Leyla Cahangirova. Növbəti test izahımla sizin qarşınızdayam və bu testlərin izahı düşünürəm ki, sizə faydalı olacaq. Belə situasiya tipli suallar imtahanda düşə biləcək. Və dərslərə qatılmaq istəyirsinizsə 050 424 0041 və ya 055 655 3586 nömrəli telefonlara zəng etməklə dərslərimizdə qatılaraq elə dərsdəcə mövzuları mükəmməl şəkildə öyrənə bilərsiniz. Elə isə keçək testlərin izahına. Birinci testdə deyilir ki, Əli zəngin təsəvvürü ilə seçilir və müxtəlif səhnəciklərə aid şəkil çəkməyi çox xoşlayır və bu iş onda çox gözəl alınır. Və Howard Gardnerin nəzəriyyəsinə əsasən Əlidə inkişaf etmiş intellekt növü hansıdır? Və biz bilirik ki, Gardnerin çoxşaxəli intellekt nəzəriyyəsi var və bu nəzəriyyə, yəqin ki, bilirsiniz, ona görə müəllimlərə, tərbiyəçilərə vacibdir ki, hər bir uşağın hər hansı bir öyrənmə tərzinə sahib olduğunu müəyyən etsin və təlim prosesini buna müvafiq qurduqda sözsüz ki, effektli təlim əldə edə bilər. Və nəzəriyyəyə əsasən 9 intellekt növü müəyyən edilib və bunlar yəqin ki, bilirsiniz, bir də xatırladım sizə. Verbal lingvistik, məntiqi riyazi, məkan vizual, bədən kinestik, musiqili ritmik, şəxslər arası və yaxud da ki, buna interpersonal da deyilir, fərd daxili və ya intrapersonal, naturalist və ekzistensal intellekt tipləri hələ ki müəyyən edilib və gələcəkdə bəlkə də daha digər növlər də müəyyən ediləcək. Və Əlidə inkişaf etmiş intellekt. Birinci riyazi məntiqidir. Yəni burada ki, məntiqə aid heç bir söz gedilmədi. Ona görə də bu variantımızı pozuruq. Növbəti variantımız, baxaq bura, məkan vizualdır. Məkan vizual, daha doğrusu verbal lingvistikdir. Burada da verbal lingvistikdə nə deyirik? Deyirik ki, bu daha çox söz sərrafları olan insanlardır. Yəni burada gözəl cümlə qurmağı bacaran, sözlərlə, səslərlə, mənaya həssaslıq olanlar, daha çox fikir mübadiləsi aparanlar, aparıcılar, yazıçılar bura aiddir. Burada sözdən söhbət getməyib. D variantına baxsaq görək ki, bədən kinestik yazılıb. Doğrudan da bu öz bədən hərəkətlərini və əşyaları məharətlə idarə edənlərə aiddir. Burada da bədəndən söhbət getmədi. Burada rəqs etməyi xoşlayan idmançılara daha çox aiddir bu variant. Deməli, cavabımız nə olacaq? Məkan, vizual. Çünki məkan, vizual intellektə malik şəxslər daha çox şəkil çəkməyi, rəsmlərlə işləməyi, xəritələrlə öz fikirlərini şərh etməyi, dəqiq, abstrakt şəkildə öz fikirlərini vizuallaşdırmağı bacarırlar. Cavabımız oldu C variant. İkinci sualımıza baxsaq görərik ki, bizdən doğru fikri istəyir. Görək, söhbət nədən gedir? Və burada ümumiyyətlə standartdan söhbət gedir. Alt standart qrupdan qrupa dəyişdikcə məzmun etibarilə dəyişmir. İkincidə nə deyilir? Məzmun xətti təhsil alanların bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Növbəti variant alt standart məzmun xəttinin tələbinə uyğun dəyişir. Və dördüncü D variantında da deyilir ki, məzmun xətti qrupdan qrupa keçdikcə dəyişir. Sizin fikrinizcə burada doğru variantı bizdən istədiyi üçün, yəni burada doğru variant hansıdır?
Əlbəttə ki, A variantı. Nə üçün? Çünki alt standart qrupdan qrupa dəyişsə də, məzmun etibarilə dəyişmir. Məsələn, biz bir variantı, standartı götürsək, 2.3.1 və bu bütün yaş qrupları üçün, istər 1, istər 2, 3 yaşlılar, 4 yaşlılar və yaxud 5 yaşlılar üçün hamısı saya aiddir. Məsələn, bir və az, çox anlayışlarını fərqləndirir. 2 yaşlılarda deyilir ki, sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir. Orta qrupda deyir, əşyalarla 3 dairəsində riyazi əməliyyatları yerinə yetirir. Böyük qrupda 5 dairəsində, məktəbazırlıq qrupunda 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. Gördüyünüz kimi, yəni alt standart qrupdan qrupa dəyişsə də, məzmun etibarilə dəyişmir. Çünki hamısı bunlar nəyə aid oldu? Saya aid oldu. Qaldı ki, burada yazılıb məzmun xətti təhsil, bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Məzmun xətti yox. Burada doğru fikir, təhsil alanların bilik, bacarıq və səviyyəsinə qoyulan dövlət tələbi nədir? Əlbəttə ki, məzmun standartlarıdır. Məzmun xətti deyil. Yəni, bu alt standart və əsas standartdır. Alt standart məzmun xəttinin tələbinə uyğun dəyişir dedikdə, əslində alt standart əsas standartın fikirlərini özündə əks etdirən bir standartdır. Məzmun xətti qrupdan qrupa dəyişir fikri də doğru deyil, çünki məzmun xətti ana xətti, leytmotivdir, dəyişməzdir. Deməli, cavabımız nə oldu? A variantı. Üçüncü sual təfəkkürə aiddir. Bilirsiniz ki, təfəkkür mövzusu çox vacib məsələlərdən biridir. Bu mövzu istər-istəməz bu mövzuya aid mütləq bir sual düşəcək imtahanda. Və təfəkkürün 3 növünü yəqin ki, bilirsiniz. Məntiqi təfəkkür, tənqidi təfəkkür və yaradıcı təfəkkür. Bizdən isə tənqidi təfəkkürə malik, daha doğrusu tənqidi təfəkkürə malik insan aid olmayan bir fikri bizdən istəyir, daha doğrusu. Görək nə deyilir burada? İdeyalar, fikirlər əsasında məntiqi əlaqəni anlayır. Aha. Gəlin ilk öncə yadımıza salaq, tənqidi təfəkkürə aid fikirlər hansılar idi? Arqumentlər gətirir, dəyərləndirir, problem həll eləyir, əsaslandırır fikrini, sadə dildə desək, saf çürük etməyi bacaran insanlar. Vəziyyətlə bağlı vacib ideyaları, fikirlərini müəyyənləşdirə bilir, fikrini əsaslandırır və sübutlar gətirə bilir. Və burada da baxın, ideyalar, fikirlər əsasında məntiqi əlaqə anlayır, əlaqəni anlayır deyəndə artıq bu tənqidi təfəkkürə malik insana aid xüsusiyyətdir. Bunu götürmürük, bizə aid olmayanı istəyir. Sonra əsaslandırır və sadaladığım kimi, bu da məntiqi təfəkkürə malik insana aid olduğu üçün bunu da götürmürük. Sonra müstəqil şəkildə öyrənə bilir, fikrini düzgün və qərəzsiz şəkildə ifadə edir. Bu da məntiqi təfəkkürə aid insana aiddir. Bax, məntiqi təfəkkürə insana aid olmayan fikir isə nədir? Xəyali və hipotetik düşünür. Yəni, hipotetik düşünür deyəndə mücərrəd düşünür, belə deyək. Dördüncü sualımızda nə deyilir? Baxaq, burada görək, imtihana düşə biləcək mövzulardan olan sinifin effektiv idarə edilməsi və yaxud da ki, qrupun effektiv idarə edilməsinə aiddir. Burada asudə vaxtı güşələrin birində oynayan bir qrup uşaqlar arasında oyuncaq üstə konflikt yaranır və uşaqlar dalaşırlar. Bu zaman müəllim onları durdurmaq istəsə də lazımi fayda vermir. Situasiya bağlı düzgün fikri müəyyən edir. Görək, burada düzgün fikir hansıdır? Birincisi deyir ki, təlim prosesində müəllimdən tələb olunan qrupun effektiv idarə edilməsi pozulub.
Bəli, doğru fikirdir. Biri götürürük. Daha sonra müəllim proaktiv müəllim hesab edilir. Əgər yadınızdadırsa, keçən dərsdə də mən izah eləmişdim, keçən suallarımızdan birində də. Yəni, effektiv idarə olunmaq üçün davranışla bağlı müəllimin yanaşmaları var. Bu yanaşmalar proaktiv və reaktiv kimi müəyyənləşdirilib. Proaktiv müəllim kimdir? Hansı müəllimə deyirik? Yəni, bu müəllimin planı, qaydası, proseduru, daha doğrusu, bütün lazım olan tələblərə cavab verən müəllimdir. Yəni, peşəkar müəllimi proaktiv müəllim hesab edirik. Reaktiv müəllim isə qaydası, planı, proseduru yoxdur, sadəcə olaraq qorxu, həyəcan içində yaşayan, belə bir deyək də, müəllimdir. Burada da müəllimdir proaktiv müəllim. Xeyr, bu müəllim qaydası yoxdursa, uşaqlar dalaşırsa qrupda, buna proaktiv müəllim deyə bilmərik. Deməli, bunu götürmürük. Üçüncü, qrupda qayda və prosedur düzgün təşkil edilməyib. Doğru fikirdir, 3-ü götürürük. Və 4-də də deyilir ki, uşaqlarda şəxsi sosial məsuliyyət səriştəsi formalaşmır. Əlbəttə ki, əgər qrupda düzgün, effektiv qrupun idarə olunması təşkil olunarsa, qayda, prosedur, gözlənti vaxtında düzgün verilərsə, əlbəttə ki, o qrupda mütləqdir ki, uşaqlar arasında sosial məsuliyyət səriştəsi də yaranacaq. Yəni, orada mədəni davranış formalaşacaq. Ona görə də bunu da götürürük 4-ü də. Deməli, cavabımız hansı olacaq? 1, 3, 4. Bu da olacaq A variantı. Bu qədər testlərin izahı. Testlərin izahını bəyəndinizsə, bəyən düyməsini basın. Rəylərinizi gözləyirəm. Mütləqdir ki, hər biriniz öz fikrinizi bildirin. Bizim üçün də xoş olar. Gələn görüşlərədək. Sağ olun.